Sualım sertifikasiya imtahanları ilə bağlıdır. Deyil. Ümumiyyətlə, sertifikasiya imtahanları niyə bu qədər yubanır? Məsələn, buna illər lazımdır, 5 il, 6 il. Onları 1 ilə, 2 ilə. Çünki müəllimlər intizarda qalırlar. Maaş artımı sertifikasiyaya bağlıdır. Müəyyən qrup müəllimin maaşı artır, müəyyən qrup artmır. Bunun sadə səbəbi riyaziyyatdır. Bütün müəllimləri birdən-birə sertifikasiya eləmək 5 dəfə daha bahadır. Yəni, suala artıq cavab verdim, izahını verim də. Yəni, ildə bir dəfə eləyəndə sən bunu yavaş-yavaş eləyirsən də. Məsələn, bax. İkinci, bizdə heç vaxt sertifikatlaşma olmayıb. Yəni, bizim müəllimlərimiz ilk dəfə sertifikatlaşma sözünü eşidəndə mən yenə deyirəm də, biz hardan hara gəlmişik, baxın. Bizdə əvvəl deyirlər ki, sertifikatlaşma pisdir, eləməyin. Niyə eləyirsiniz? Yalnız bizə qınaq əvvəl nə idi? Sertifikatlaşdırma, niyə sertifikatlaşdırma eləyirsiniz? İndi sual odur ki, sertifikatlaşdırmanı niyə gec eləyirsiniz? Mən deyirəm ki, bizim sürətimiz o sürətdir ki, yəni o sürətlə gedə bilirik ki, o sürətlə getməyi düzgün hesab edirik. Nə çox yavaş gedirik, nə çox sürətli getmirik. Bugünkü sürətimizi müəyyən edən məqam cəmiyyətin bunu həzm etmə. Yəni hər il biz keçən il məsələn 4000-dən çox müəllim işdən çıxartdıq. Sizcə birdən-birə 10.000 müəllim işdən çıxartmaq daha rahatdır. Çünki biz olaraq işdən də təmin etməyə çalışırıq. Hansısa başqa sosial tədbirlər də görürük. Yəni yoxsa birdən-birə 10.000 adam çıxartmaq rahatdır. Gec-tez onsuz da çıxaracaqsınız da, ya elə ya belə. Elə deyil də. Mən onu demək istəyirəm ki, baxın, bir var ki, ona oxşuyur ki, siz onsuz da həyatınız boyu gec və ya tez, nə bilim, 50 kiloqram yemək istehlak eləyəcəksiniz də, bir gün 50 kiloqram yeyirsiniz. Ya elə ya belə yeyin də, niyə yemirsiniz? Çünki birdən-birə 50 kiloqram. Maaş artımı da o məsələ ilə bağlıdır. Anlayıram da, ona görə də bunu mərhələli eləyirik ki, birdən-birə edə bilmirik.